Ya Rəbb, sən bizə dedin ki, mən sizə azad etdim. Sən bizə dedin ki, möhkəm durun, ya Rəbb. Sən bizə dedin ki, köləlik boyunduruğunu təzədən üzərimizə almayın. Ya Rəbb, ya Rəbb, ya Rəbb, sən şükür olsun, sən izzət olsun. Və bu gün mən sənin huzurun altına gəlirəm. Bu gün səndən diləyirəm və istəyirəm. Hər kəsin həyatında nə köləlik boyunduruğu varsa, onların qırıb dağıdılması üçün səndən xahiş edirəm. Sənə yalvarıram, ya Rəbb. Ya Rəbb, bu maddiyyat da ola bilər. Bu işsizlik də ola bilər. Bu xəstəlik də ola bilər. Bu düzgün olmayan qərarlar da ola bilər. Və düzgün olmayan həyat tərzi də ola bilər. Sənin huzurun altına gətirirəm. Sənin çarmığın altına qoyuram, ya Rəbb. Və səndən istəyirəm, diləyirəm, ya Rəbb. Dəyiş, ya Rəbb. Sənin tərəfindən dəyişilməyə bizim hər birimizin ehtiyacı var, ya Rəbb. Sən bizə lazımsan, ya Rəbb. Sən bizə gərəksən, ya Rəbb. Uzat uzun əllərini. Sağ əlin qoy bizim üzərimizdə olsun, ya Rəbb. O sağ əlin bizi dünyanın heç bir vəziyyətinə baş əydirə bilməsin, ya Rəbb. Qoru əllərində, ya Rəbb, bütün övladlarını yer üzərində, ya Rəbb. Qoru, ya Rəbb, çünki sən bizə lazımsan, ya Rəbb. Sənsiz biz heçik. Sənsiz biz puçuq, ya Rəbb. Solmuş bir çiçəyik, ya Rəbb. Köksüz bir ağacıq, ya Rəbb. Sənə yalvarıram, ya Rəbb. Ya Rəbb, bizi dünyada olan hər bir cismanilikdən azad edə bilən yeganə atasan, ya Rəbb. Uzat uzun əllərini. Uzat ata, beynimizdə, düşüncəmizdə nə ağırlıqlar yaşayırıqsa, o düşüncələr bizi rahat buraxmır, ya Rəbb. Beynimizi, düşüncəmizi, ağlımızı tamamilə özünün ağla gəlməz sülhünlə doldur, ya Rəbb. Azad et bizi, ya Rəbb. Azad et bizim düşüncələrimizi, ağlımızı, beynimizi düzgün qərarlar vermək üçün. Düzgün sənin sistemində yaşamaq üçün. Ya Rəbb. Ya Rəbb, bu bədənlərimizə toxun, ya Rəbb. Bu bədənlərimiz dünyada gedən viruslardan əziyyət çəkir, ya Rəbb. Dünyada nə virus gedirsə ata, biz artıq toxunulmazıq, ya Rəbb. Sən dedin ki, sizə heç bir məhkumiyyət yoxdur, ya Rəbb. Bu məhkumiyyətlərə hardan düşürük? Bu məhkumiyyətlər bizi hardan başa alıb aparır? Və dua edib sənin əllərinə verirəm. Al bizi, ya Rəbb. Al bizi, ya Rəbb. Cismani həyatın hər bir səmərəsindən bizi tamamilə azad et, ya Rəbb. Qoyma içimizi, daxilimizi cismaniliyin səmərələri bürüsün, ya Rəbb. Ya Rəbb. Ya Rəbb. Sən onları bilirsən, ya Rəbb. Sən onları görürsən, ya Rəbb. Biz də görürük, ya Rəbb. Ancaq bəzən o səmərələrə tabi oluruq. Hər bir ata əxlaqsızlıqdan, murdarlıqdan, pozğunluqdan, bütpərəstlikdən, münaqişələrdən, qısqanclıqdan, hiddətdən, ya Rəbb, özümüzü göstərmələrdən, nifaqlardan, paxıllıqdan, sərxoşluqdan, ya Rəbb, bizi azad et, ata. Ya Rəbb, sən bizi xəbərdar edirsən, ya Rəbb. Bunlardan uzaq durun deyirsən, ya Rəbb. Özümüzə haqq qazandırmırıq, ya Rəbb. Ancaq bəzən iblisani hücumlara məruz qalırıq, ya Rəbb. Yalvarıb səndən istəyirəm, ya Rəbb. Bizi qoru, ata. Bizə yardım et, ya Rəbb.
Bu pis vərdişlərdən hər birimiz ata azad ola bilək ya Rəbb. Sənin ruhun altında yaşamağı öyrənək. Sənin ruhunun gücü qüdrəti qoy bizi daima aparsın. Ya Rəbb, biz münaqişələri, paxıllıqları seçməyək ya Rəbb. Biz sənin müqəddəs ruhundan gələn o gözəl ənamları öz həyatımızda tətbiq edək ya Rəbb. Dua edirəm ya Rəbb. Dua edirəm ya Rəbb. Məhəbbəti, sevinci, sülhü, səbirlə yaşamı, xeyirxahlığı, yaxşılığı, sədaqəti, həlimliyi, nəfsə hakim olmağı. Ya Rəbb, bəyan edirəm hər bir bacı qardaşımın üzərinə. Sən dedin ki, mənə məxsus olan hər bir kəs, hər bir həvəsdən, hər bir ehtirasdan, cismaniliyin nəyi varsa, onlardan tamamilə azaddır. Ata, bu azadlığı bu dünyada ya Rəbb bizi qorumanla, bizə yardımınla qurtar bizi ya Rəbb. Yalvarıram sənə ya Rəbb. Ya Rəbb, yalvarıram sənə. Uzat uzun əllərini ya Rəbb. Canımızda, qanımızda ağrıyan, əziyyət çəkən, israf çəkən hər bir üzvümüzü azad et ya Rəbb. Azad et beynimiz, düşüncəmiz, ağlımız tamamilə sənin o xeyirdualı müqəddəs ruhunun səmərəsi altında hərəkət etsin ya Rəbb. Ya Rəbb. Ya Rəbb, qoy sənin tətbiqlərin, qoy sənin tətbiqlərin bizə yüklənsin ya Rəbb. Dünyanın heç bir tətbiqləri bizim içimizi, daxilimizi doldurmasın. Qoy səndən gələn ata, o gözəlliklər bizim içimizi, daxilimizi bürüsün deyə dua edirəm. İsa Məsihin ismi ilə, müqəddəs ata, müqəddəs ata, qoru bizim ürəklərimizi. Qoru ki, bizim ürəklərimiz düzgün ritmlərdə işləməyə başlasın. Qoru ki, bizim ürəklərimiz o qan laxtalanmasından azad olsun. Qoru ki, ata, bizim ürəklərimiz həkimlərin əli ilə açılmasın o klapanlar. Sənin ata, müqəddəs ruhundan gələn o səmərələr bizim bütün klapanlarımızı açsın. Qanımız o qədər sənin tərəfindən ya Rəbb, o qədər nurlu olsun ki, o qədər təmiz olsun ki, ya Rəbb. Ya Rəbb, bütün damarlarımızda axan qan sənin qanın olsun, ya Rəbb. Ya Rəbb, böyrəklərimizi çirkablardan azad edə bilən yeganə atasan. Böyrəklərimizi hər bir çatışmamazlıqdan azad edə bilən yeganə atasan. Qoy hər bir kəs əlini böyrəklərinə qoyub və deyə bilsin, mən sənin yaralarında, mən sənin gördüyün iş vasitəsilə, mən tamamilə sağalmışam. Mən azad övladam. Mənə heç bir məhkumiyyət yoxdur. Mənim üzərimdə heç bir xəstəliyin səlahiyyəti yoxdur. Böyrəklərim hər bir çatışmamazlıqdan azaddır. İsa Məsihin ismində, adında. Qoy ata, böyrəklər o qədər ata, hər bir vəziyyətdən azad olub, sənin təmizliyində, sənin ruhunda işləməyə başlasın, ya Rəbb. İnkişaf etsin, ya Rəbb. Yaşlandıqca sənin kəlamın deyib ki, daha da güclü olacaqsınız. Qoy o güc bizim böyrəklərimizə axsın. İsa Məsihin ismi ilə. Ata, mədə bağırsaqlara, sümüklərə sən əlini qoy, ya Rəbb. O əlinin tumarına o qədər ehtiyacımız var ki, əlinin şəfasına o qədər ehtiyacımız var ki, o əlinlə tumarla bütün bağırsaqlarımızı, əlinlə
tumarla bizim bütün sümüyümüzü, iliğimizi, qanımızı. Sənin ata, sənin ata bir sözün bizi azad edir, ya Rəbb. Sənin ata ağzından çıxan nəfəs bizi azad edir. O nəfəsə ehtiyacımız var, ya Rəbb. Ya Rəbb. Ata, içimizdə nə düzgün olmayan ata, nəfəs varsa onları bizdən tamamilə yox et. Bizdə düzgün olmayan qərarları bizdən azad et. Düzgün olmayan fikirləri bizdən azad et. Düzgün işləməyən ayaqlarımızı bizdən azad et, ya Rəbb. Nifrətə, paxıllığa aparan ayaqlarımızı bizdən azad et, ya Rəbb. Ya Rəbb. Ya Rəbb, sən qarşıma gəlirəm, ya Rəbb. Sənin huzurun altında dayanıram, ya Rəbb. Qoy hər bir kəsin evi sənin ab havanla dolsun. Qoy hər bir kəsin ürəyi sənin ata, o gözəl rifahınla dolsun, ya Rəbb. Ya Rəbb. Minnətdarıq sənə, ya Rəbb. Yerin göyün sahibi sənə minnətdarıq. Gücə, qüdrətə malik olan ata, sənə minnətdarıq. Ya Rəbb. Atacan, sən qarşındayam, ya Rəbb. Sənin huzurundayam, ya Rəbb. Səndən ata istəyib diləyirəm, ya Rəbb. Ya Rəbb. Bunun üçün sənə minnətdaram, ya Rəbb. Atadan dediyim üçün sənə minnətdaram. Bu ata, ya Rəbb, əlaqəni, bu ünsiyyəti, bu yaxınlığı bizə verdiyin üçün sənə minnətdaram. Ata, uzat uzun əllərini, ya Rəbb. Uzat, ya Rəbb, o əlinin tumarı. Qoy bizim bütün ata, bütün həyat tərzimizi dəyişdirsin, ya Rəbb. İsa Məsihin ismiyle. Ata, sənə minnətdaram. Minnətdarıq sənə, ya Rəbb. Qoy bütün izzət, bütün alqış sənə gəlsin, ya Rəbb. Qoy bütün bu hər zaman dizlərimiz sənin qarşında bükülsün. Bu dizlər o qədər sağlam olsun ki, bükülmək üçün, sənin dizinin dibində oturmaq üçün, sənə sığınmaq üçün, ya Rəbb, hər zaman və hər zaman hazır olsun, ya Rəbb. Halleluya. 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 Minnətdarıq sənə. Minnətdarıq sənə. Ata, oğul, müqəddəs ruh naminə. Amin. Amin. Amin.